Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda. Sərhəddən təcili xəbər, bu yolu Azərbaycana kim verib? Ermənistanda gərginlik pik həddə. İranı idarə edən 3 nəfər, Xameyni də onlara tabedir. Zelenski Ermənistana səfər edəcək. Xameyni Amerika Birləşmiş Ştatları ilə danışıqlardan imtina etdi. İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə bir neçə gün qalarkən Ermənistanda Ukrayna prezidenti Volodimir Zelenskinin bu məqsədlə ölkəyə gəlib-gəlməyəcəyi müzakirə mövzusuna çevrilib. Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeriy Lobaq yerli medianın dövlət başçısının mümkün səfəri ilə bağlı sualını cavablandırarkən məlumatı nə təsdiq, nə də təksib edib. Ukraynalı diplomat Volodimir Zelenskinin sammitə qatılıb-qatılmayacağı ilə bağlı suala konkret cavab verməyib. Prezidentimizi bu tədbirdə görməkdən məmnun olardım. Görəcəyik, o qeyd edib. Bu səhər Azərbaycan hava yollarına məxsus təyyarə İranın Zvarnos beynəlxalq hava limanına eniş edib. Telegraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Uçuş 54 dəqiqə davam edib. Ermənistan Mülki Aviasiya Komitəsi də Azərbaycandan rəsmi nümayəndə heyətinin İrəvana gəldiyini təsdiqləyib. Nümayəndə heyətinə baş nazirin müavini Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi bildirilir. Ermənistanın keçmiş müdafiə nazirləri David Tonoyan və Vaqarşaq Arutyunyan arasında ərazilərin Azərbaycana verilməsi məsələsi üzərində qalmaqal baş verib. Vaqarşaq Arutyunyan Tonoyanı Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı ittiham edib. İddia edib ki, yolun təhvil verilməsinin qarşısını almağa çalışıb, lakin David Tonoyan müdafiə naziri olduğu vaxt atəşkəslə bağlı 3 tərəfli bəyanat imzalananda yolun Azərbaycana verilməsi reallaşıb. Tonoyan bu ittihamları qəbul etməyib, bildirib ki, atəşkəslə bağlı razılaşma 10 noyabr 2020-ci ildə olub. Lakin mən 20 noyabrdan əvvəl baş verənlərə məsuliyyət daşıyıram. 20 noyabrdan əvvəl belə bir qərar qəbul edilməyib. Danışıqlar davam edirdi. Tonoyan bildirib. Bununla o 20 noyabr 2020-ci ildə müdafiə naziri təyin edilən Arutyunyanı günahlandırıb. Qeyd edək ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi 2020-ci ilin dekabrında Azərbaycanın nəzarətinə keçib. Bu günlərdə Zelenskinin İrəvana səfəri ilə bağlı fikirlər var. Bir neçə gün bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana gələrsə, İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyinin sammitinin mahiyyəti kəskin şəkildə dəyişə bilər. Bu barədə çiçəklənən Ermənistan Partiyasının üzvü Vahey Ovanesyan deyib. Ovanesyan hesab edir ki, Zelenskinin Azərbaycana səfərindən sonra Ermənistana gəlməsi ehtimalı yüksəkdir. Zelenskinin mümkün səfərindən ən çox əziyyət çəkən Paşinyan olacaq. Zelenskinin İrəvanda olması o deməkdir ki, Ermənistan bir neçə gün ərzində Rusiya əleyhinə gündəmin mərkəzinə çevriləcək. Ukrayna prezidenti Avropa Siyasi Birliyinin sammitində iştirak edərsə, Ermənistan ətrafında və ölkə daxilində atmosfer dəyişəcək. Rusiyanın reaksiyası özünü çox gözlətməyəcək. Xüsusilə Moskva əleyhinə səslənəcək fikirlərə qarşı əks tədbirlər görəcək. O bildirib. Erməni siyasətçi qeyd edib ki, Ermənistan Avropa və Rusiya qarşıdurmasının ortasında qalıb, Zelenskinin səfəri isə bu vəziyyəti daha da kəskinləşdirəcək. İranın qərar vermə sistemində son həftələrdə ciddi dəyişiklik baş verib. Ali rəhbər Əli Xameyninin öldürülməsindən və oğlu Müştəbə Xameyninin onun yerinə təyin edilməsindən bəri ölkədə vəziyyət fərqli görünür. İnqilab Keşikçiləri Korpusu Sepah və yüksək rütbəli generallar bütün əsas qərarlarda, o cümlədən müharibənin idarə olunması və onun dayandırılması üzrə danışıqlarda yeganə təsir mərkəzinə çevrilib. Telegraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb. Kanal bildirib ki, Sepah Əli Xameyni dövründə İranın qərar vermə sistemində mühüm güc olsa da, ali rəhbər xarici siyasət və təhlükəsizlik məsələlərində son söz sahibi sayılırdı. Amma indi vəziyyət dəyişib. Müştəbə Xameyni ölkəni daha kiçik komanda ilə idarə edir. Məlumata görə Müştəbə Xameyni qərarları öz yaxın çevrəsi ilə birlikdə verir. Bu şəxslər artıq tabeliyində olan yox, həmkarları kimi qəbul edilir. Bu, əvvəlki dövrlərdən fərqli olaraq qərarların bir lider ətrafında deyil, daha kollektiv şəkildə verildiyini göstərir. Bəzi təhlillərə əsasən Müştəbə Xameyninin bu vəzifəyə gətirilməsi Sepahın təzyiqi ilə bağlıdır. Ya Xameyni Sepaha bağlıdır, ya da faktiki olaraq real güc onların əlindədir. Yeni ali rəhbər də formal rol oynayır.
Ölkəni kim idarə edir? Müharibə başlamazdan əvvəl Əhməd Vahidi Əli Xameyninin ölümünə səbəb olan ilk zərbədə həyatını itirən Məhəmməd Fərruxun yerinə İnqilab Keşikçiləri komandanının müavini təyin edilmişdi. İndi isə Sepah komandanı olan Vahidi həm də ən radikal düşərgənin təmsilçisidir. Məlumata görə Məsud Pezeşkiyanla davamlı münaqişədədir. Əhməd Vahidi İbrahim Rəisinin prezidentliyi dönəmində Müdafiə və Daxili İşlər Naziri vəzifəsində çalışıb. Mənbələrin fikrincə sələflərindən daha radikaldır. O zaman Sepahın Qüds qüvvələrinin komandiri vəzifəsində çalışan Vahidi 1994-cü ilin iyul ayında Buenos Airesdə Yəhudi icmasının binasına edilən və 85 nəfərin ölümünə səbəb olan terror aktının arxasında duran şəxs hesab olunur. Əli Laricaninin öldürülməsindən sonra Ali Milli Təhlükəsizlik Şurasının sükanı arxasına keçən Məhəmməd Baqir Zülqədir daha az tanınan fiqur olsa da Sepahın təhlükəsizlik strukturunda mühüm vəzifələr tutur. Rejim daxilində inqilab keşikçilərinə sıx bağlı olan güc mərkəzini təmsil edən şəxsdir. Əvvəllər müxtəlif yüksək hərbi təhlükəsizlik postlarında, o cümlədən Sepahın regional əməliyyat strukturları və daxili təhlükəsizlik orqanlarında xidmət edib. Ali rəhbərin hərbi müşaviri Yahya Rəhim Səfəvi isə uzun illər Sepahın komandiri olub və hazırda da əsas hərbi müşavir kimi fəaliyyətini davam etdirir. O, İranın hərbi gücünün və çəkindirici potensialının qorunmasını vacib sayır, ölkənin ballistik raketləri və digər hərbi imkanlarını rejimin davamlılığının təminatı kimi görür. İranın hazırki sistemində 3 yüksək vəzifəli general Əhməd Vahidi, Məhəmməd Baqir Zülqədir və Yahya Rəhim Səfəvi əsas güc üçbucağı kimi fəaliyyət göstərir. Onlar Müştəbə Xameyninin tabeliyində yox, yanındadırlar və müstəqil təsir mərkəzləri hesab edilirlər. Məlumata görə bu generallar təhlükəsizlik aparatı, kəşfiyyat və iqtisadiyyat üzərində nəzarət, eləcə də bölgədəki silahlı terror təşkilatları ilə əlaqələri sayəsində böyük gücə malikdirlər. İranın hərbi strategiyasını, resurslardan istifadəsini və diplomatik hərəkətlərini müəyyən edirlər. Prezident Məsud Pezeşkiyan İranda ikinci dərəcəli roldadır. Məlumata görə Pezeşkiyan son dövrlərdə Sepah komandirləri ilə kəskin fikir ayrılıqları yaşayır və bu qarşıdurmada zəif mövqeyədədir. Onun rolu gündəlik dövlət idarəçiliyi və vətəndaşlarla əlaqələrin saxlanılması kimi məsələlərlə məhdudlaşıb. Xarici İşlər Naziri Abbas Əraqçının da mövqeyi zəifdir. ABŞ ilə danışıqların ikinci raundunun keçirilməsinə İranın ali rəhbəri Müştəbə Xameyni icazə verməyib. Telegraf xəbər verir ki, bunu İran parlamentinin üzvü Meysəm Zoharyan deyib. Deputatın sözlərinə görə İslamabadda keçirilən danışıqların birinci mərhələsinə dair hesabatı aldıqdan sonra Müştəbə Xameyni Amerika Birləşmiş Ştatlarının təkəbbürlü və üstün mövqedən hərəkət etdiyini söyləyərək prosesin davamından imtina edib. Xameyni bu səbəbdən danışıqların ikinci mərhələsinə icazə vermədi, Zoharyan vurğulayıb. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları İran danışıqlarının birinci mərhələsi aprelin 11-də Pakistanın paytaxtında keçirilib.